Süsəri xala. Biri var idi, biri yox idi. Süsəri adlı bir tarakan arvad var idi. Bunu elə Süsəri xala çağırırdılar. Bir dəfə o bütün dostlarına, tanışlarına gedib baş çəkmək istədi ki, görsün onlar necə dolanırlar. Həm də özünə yaxşı bir yoldaş, axtarıb tapmaq fikrinə düşmüşdü ki, ömrünü onunla başa vursun. O özünə soğan qabığından paltar tikdi, geyindi. Başını badımcan qabığından çadıra örtdü. Püstə qabığından özünə ayaqqabı düzəldib geyindi və yola düzəldi. O getdi, gəlib göyərti satanın dükanına çatdı. Göyərti satan gördü ki, Süsəri bir geyinib, bir keçinib ki, gəl görəsən. Ondan soruşdu. Süsəri xala, hara gedirsən? Süsəri xala, sən özünsən. Mən gül kimi gözələm. Gözəllikdə mənə tay tapılmaz. Sən mənə deyirsən ki, Süsəri xala. Bəs sənə nə deyək? Deginən ki, ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol. Göyərti satan dedi. Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol. Sən hara gedirsən? Süsəri xala ona belə cavab verdi. Gələn ay Ramazandır. Mən gedən şəhər Həmədandır. Gedirəm özümə yoldaş tapım. Tək qalıb darıxmayım. Mənə gələrsənmi? Deyə göyərti satan soruşdu. Gələrəm, ancaq de görüm ki, işdir, birdən dalaşdıq, onda məni nə ilə döyəcəksən? Çəkil daşı ilə səni şilküt edərəm. Ay, yox, mən sənə ərə getmərəm. Süsəri xala yoluna davam etdi. Gəlib, qəssabın dükanına çatdı. Qəssab onu geyinib, keçinib görüb soruşdu. Süsəri xala, hara gedirsən? Süsəri xala, sən özünsən. Mən gül kimi qəşəngəm. Gözəllikdə mənə tay tapılmaz. Sən də durub mənə deyirsən ki, Süsəri xala. Bəs nə deyim? Deginən ki, ay qardaşım qızı, donun qırmızı, təzə başmaqlı, yaxşı yol. Qəssab da ona deyir. Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol. Hara gedirsən? Gələn ay Ramazandır. Getdiyim şəhər Həmədandır. Gedirəm özümə yoldaş tapım. Tək qalıb darıxmayım. Mənə gələrsənmi? Deyə qəssab soruşdu. Gələrəm, ancaq bir də görüm. İşdir, birdən dalaşdıq. Onda bəs məni nə ilə döyərsən? Bax bu ətkəsən böyük bıçaqla. Ay, sən belə imişsən. Yox, mən sənə getmərəm. Süsəri xala qəssabın dükanından çıxdı. Cənab Siçan, ağaymış, qaça-qaça gəlib ona çatdı. O göyərti satanın dükanında imiş. Süsəri xalanın dükançı ilə olan söhbətini başdan ayağa hamısını eşidibmiş. Odur ki, Siçan onun dalınca qaça-qaça deyir. Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol, hara gedirsən? Ey, əsl necabətli, uzun şalvarlı, gələn ay Ramazandır, getdiyim şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım. Mənə gələrsənmi? Deyə ağaymış ondan soruşdu. Gələrəm, yaxşı, əvvəl bir də görüm ki, işdir, birdən dalaşdıq, onda məni nə ilə döyəcəksən? Mən öz yumuşaq, nazik quyruğumu sürməyə batırıb sənin qəşəng qaşlarının üstündə gəzdirərəm. Əgər belədirsə, onda mən gedirəm, nə üçün də getməyim?
Onlar bir yerdə yeyib içib ömür sürməyə başladılar. Bir dəfə Ağayımış şah sarayında yeməyə şey gətirməyə getdi. Süsəri xala da çirkli paltarları yığıb gölməçədə yumağa apardı. Gölməçə dəvə ləpirindən böyük olmazdı. Süsəri çuxurun qırağına gəldi. Ayağı sürüşüb suya yıxıldı. Süsəri xala qorxub özünü itirdi. Bir də gördü ki, yaxınlıqda bir atlı keçir. Ona belə dedi: "Ay atlı, atının quyruğu qanadlı. Ağayımuşa deyin ki, onun xanımı yıxılıb su çuxuruna düşüb." Bu, atlı da padişahın qoşunundan idi. Saraya gəlib bu gülməli əhvalatı padişaha və vəzirinə danışdı. Onlar buna xeyli güldülər. Xoşbəxtlikdən sıçan da burada imiş, yaxınlıqda imiş. Atlının danışdığını eşitdi. O tez qaçıb özünü Süsəli xalaya yetirdi. Çuxurun başında hərlənib hay-həşir saldı. "Ay rəfiqəm, ay canım cigərim, əlini tez mənə ver, səni çəkib çıxarım." "Yox, yox, mənim əlim nazikdir, qırılar." "Onda ayağını ver." "Yox, yox, ayağım nazikdir, qırılar." "Bəs mən nə edim?" "Get, mənim üçün nərdivan gətir, mən özüm çıxaram." Ağayımış tez göyərti satanın dükanına qaçdı. Bir dənə kök götürüb tez iti dişləri ilə onda diş yerlər açdı və gətirib Süsəri xalaya verdi. Yazıq Süsəri xala da sudan çıxıb yorğan döşəyə düşdü. Çünki ona bərk soyuq dəymişdi. O, Ağayımışa tapşırdı ki, onun üçün şoraba bişirsin. Siçan yekə bir qazanı ocaq üstünə qoyub altını alışdırdı. Çömçək ilə şorabanı qurdalamağa başladı. Qarışdırdı, qurdaladı. Qarışdırdı, qurdaladı. Axır ki, qazanı yıxıb dağıtdı. Şoraba döşəmənin üstünə töküldü. Buğu tavana qalxdı. Süsəri xala da buğun içində görünməz oldu. Ağayımış özünü itirdi. Süsəri xala isə buğun içində ona qışqırdı: "Eybi yoxdur, Ağayımış, mənim sadiqərim. Şoraba dağılıb buğu qalxdı. Bu yaxşıdır. Mən qızınıram, tez yaxşı olaram. Lap yaxşı oldu." Bax, Süsəri xalanın başına bu cür əhvalat gəlmişdi. Sizcə bu nağıl hansı nağıla bənzəyir?